İşləmək səni ömür boyu kasıb saxlamaq üçün qurulmuş ən böyük tələdir. Daha nə qədər öz ömrünü kiminsə xəyalları üçün qurban verəcəksən? İstər kiminsə yanında işlə, istər öz maşında taksi sür, istərsə də xırda bir biznesin olsun, fərq etmir. Əgər o işin getməsi üçün hər gün orada olmağa məcbursansa, ailənə və istirahətinə yetəri qədər vaxt ayıra bilmirsənsə, deməli sən hələ də azad deyilsən. Sənin o günlük qazancın və ya aylıq gəlirin əslində azadlıq hissini keydən bir dərmandır. İndi yəqin düşünürsən ki, bəs neynəm, yaşamaq üçün işləməliyəm də? Razıyam. Əlbəttə işləməlisən, amma sən öz azadlığın üçün yox, başqalarının xəyalları üçün işləyirsən. Və ən acısı odur ki, bu döngədən çıxmaq hər adamın işi deyil. Çünki insanlar sabah pulsuz qalsam nə edəcəm qorxusundan dəhşətli dərəcədə çəkinirlər. Bu qorxu onları elə bir qəfəsə salıb ki, ömür boyu qapını açıb çölə çıxmağa cəsarət eləmirlər. Bu qorxunun olmağı normaldır. Hər kəsdə bu qorxu var. Sən bu qorxunu yox etməli deyilsən. Sadəcə onu idarə etməyi öyrənməlisən. Sual yaranır, bunu necə idarə edə bilərəm? Qorxunu özün istədiyin səmtə yönləndirməklə onu idarə etməyi öyrənə bilərsən. Məsələn, pulsuz qalmaqdan qorxma. Bu qorxu sənə heç nə qatmayacaq. Bu qorxunu yox etmək üçün hər ay düzənli olaraq qazancının ən azı 1/10 hissəsini kənara at. 1000 manat qazanmısansa ən azı 100 manatını. Hər ay bu pulu mütləq atmalısan kənara və vəziyyət necə olursa olsun bu pula dəyməməlisən. Bu pul sənin üçün işləyəcək. Yığılan sərmayə ilə hər il gəlir gətirəcək kiçik bir bağ qura bilərsən. Arıçılığa yatırım edə və ya bir ferma qura bilərsən. Bunlara yatırım etsən hər il qazanc götürəcəksən. Üstəlik bayaq dediyim kimi, qazancının 1/10-ni sərmayənə əlavə etməyə davam etsən, sərvətin qatlanaraq artacaq. Sadəcə səbirli olmalısan. Amma qurduğun işlərdə özün fəhli olma. İşi əsl mütəxəssislərinə tapşır. Sən sadəcə qurulmuş sistemi idarə et. Çünki əsl azadlıq sən dincələrkən belə sərmayənin sənin üçün yeni pullar qazanmasıdır. İndi dürüstcə cavab ver. Hazırki vəziyyətini dəyişmək üçün ilk addımı atmağa cəsarətin çatacaq. Əgər zəncirləri qırmağa hazırsansa şərhlərə hazıram yaz. Nə etmək lazım olduğunu isə sənə növbəti videoda deyəcəm.